Salam. Bugünkü dərsimiz təcil. Deməli, təcil nədir? Cismin vahid zamanda sürətinin dəyişməsidir. Əgər cisim vahid zamanda sürətinin dəyişməsinə təcil deyilir. Yəni, belə də deyə bilərik, sürət dəyişməsinin zamana nisbətinə təcil də deyilir. Bax, o zaman biz əgər getdiyimiz zamanı bir götürsək, zamanımızı bir götürsək, o zaman burada təcil nəyə bərabər olacaq? Sürət dəyişməsinə bərabər olacaq. Sürətin vahidi metr bölək saniyənin kvadratıdır. Bir də deyək ki, bəzən biz qarışdırdığımız təcil varsa da cismin sürətinin həmişə artdığını biz düşünürük. Xeyr, belə deyil. Sürəti cismin artıla da bilər, azala da bilər. Yəni, məsələn, bizim cismimizin başlanğıc bir qiyməti var. Düzmü? Cismin başlanğıc bir qiyməti var. Məsələn, onun başlanğıc qiymətini biz 10 götürsək, 10 metr bölək saniyədir. Biz təcilimizi isə 5 metr bölək saniyə kvadratı götürürük. O zaman burada cisimə biz sürəti artıraraq hərəkət etdiyini deyə bilərik. Əgər cismin sürətini artıraraq gedirsə də, o zaman cismin hər saniyədə təcil qədər sürətini artırır. Məsələn, 0-cı saniyədə bu cismin sürəti neçə idi? 10 metr bölək saniyə idi. Əgər sonra 1-ci saniyədə sürətini necə artırır? Təcil qədər. 5 idisə də olacaq 15 metr bölək saniyə. İkinci saniyədə təcil qədər artırıb olacaq 20 metr bölək saniyə. Nə oldu? Cismin hər saniyədə təcil qədər sürətini artırdığını göstərir. Bax, burada biz görürük ki, cismin hər saniyədə sürətini təcil qədər artırır. Məsələn, burada sürətinin azalması da ola bilər. Bu zaman necə ola bilər? Məsələn, cismin biz başlanğıc sürətini biz 50 metr bölək saniyə götürsək əgər, məsələn, təcilimizi götürək, yenə 5 metr bölək saniyə. Burada cismin azalan sürətlə hərəkət etdiyini götürsək, azalan sürətlə hərəkət etdiyini götürsək, 0-cı saniyədə neçə olacaqdı? 50 metr bölək saniyə. 1-ci saniyədə neçə olacaq? 5 azaldığından olacaq 45 metr bölək saniyə. Sonra 2-ci saniyədə yenə təcil qədər azaltdığından 40 metr bölək saniyə. Yəni, bu formada cismin hərəkətini davam etdirir və cismin sürəti 0-a bərabər olana qədər təcil qədər azalaraq 0-a qədər azalır. Yox, məsələn, birinci ifadədə cisim artan təcillə sürətini artıraraq hərəkət edirsə də, deməli, təcil qədər artaraq hərəkət edir. Yox, azalan sürətlə hərəkət edirsə də, təcil qədər sürətini azaldaraq hərəkət edir, sürəti 0-a bərabər olana qədər hərəkəti davam edir. Baxın, biz belə deyə bilərik ki, cismin sürəti təcil ilə eyni istiqamətdə gedirsə də, cismin sürəti artacaq. Belə deyə bilərik də, yəni cismin sürəti proyeksiyasına görə götürsək əgər, cismin sürət və təcili eyni istiqamətdə gedirsə də, bu cismin sürəti artır. Əgər sürətlə təcil əks istiqamətdə gedirsə də,
sürəti azalır. Bunu deyə bilərik. Biz bunu nə zaman deyirik? Cismin düzxətli bərabər təcilli hərəkətində deyirik. Bunu biz nə zaman deyirik? Cisim düzxətli bərabər təcilli hərəkət etdikdə. Deməli, bunu biz nə zaman deyirik? Cisim əgər düzxətli bərabər təcilli hərəkət edirsə də, sürətimiz o zaman nə olurdu? Bərabər təcillidə sürətimiz sabit idi. Cismin düzxətli bərabər təcilli hərəkət etməsi nəyi bildirirdi? Hər saniyədə cismin sürətini təcil qədər artırıb azalması deməkdir. Düzxətli bərabər təcilli hərəkətdə cismin təcili sabit olur. Yəni bizim sürət düsturunda da təcil qaydasında demişdik ki, cisim bərabər zaman fasilələrində sürətini eyni qədər dəyişərsə də, yəni təcil qədər dəyişərsə də, belə hərəkətə bərabər təcilli hərəkət deyilir. Yəni cismin eyni qədər dəyişməsi təcil hesabına olur. Yəni təcil qədər sürətini artırıb azaldır. Bizim cismimizin bərabər təcilli hərəkətimizin qrafikini çəksək, bax burada biz təcili modul kimi götürsək, təcilin zamandan asılı qrafiki sabit, konstant olaraq qalır. Bizdə burada həmin bu düzxətli bərabər təcilli hərəkətin bir neçə növü var. Biz onları öyrənək. Birincisi bərabər yeyinləşən. Bərabər yeyinləşən hərəkət. Bərabər yeyinləşən hərəkət. Bərabər yeyinləşən hərəkəti indi öyrənək. Bərabər yeyinləşən hərəkət və bərabər yeyinləşən hərəkət və bərabər yavaşlayan hərəkəti biz indi öyrənirik. Bərabər yeyinləşən. Baxın, burada nə var? Yeyinləşən. Yeyinləşən nə deməkdir? Yeyinləşən zaman cismin sürətini artmasıdır. Yeyinləşən olduqda cismin təcili ilə sürəti eyni istiqamətdə olur. Əgər yavaşlayan olduqda isə təcil ilə sürət əks istiqamətdə hərəkət etmiş olur. Yəni yavaşlayan hərəkətdə, yeyinləşən hərəkətdə cismin sürətini getdikcə artırdığını göstərir. Bərabər yavaşlayan hərəkətdə isə indi isə biz bərabər yavaşlayan hərəkətə baxaq. Deməli, ikinci öyrənəcəyimiz bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan. Bərabər yavaşlayan hərəkətdə isə biz dedik ki, sürətlə təcil vektorları əks istiqamətdə olmuş olur. Onu da yazaq. Sürətlə təcil vektorları, yəni sürətlə təcilin istiqaməti əks istiqamətdə olur. Bağışlayın. Əks istiqamətdə olur. Bu da cismimizin bərabər yavaşlayan hərəkət etməsini göstərir. İndi isə biz burada baxaq qrafiklərimizə. Biz onun koordinatlarının ifadələrini yazaq. Mən bunun üçün qrafiklərdən istifadə eləyəcəm. Gəlin indi isə qrafiklərimizə baxaq. Qrafiklərimizin vasitəsilə cismimizin bərabər yeyinləşən
bərabər yavaşdan hərəkət etdiyini tapa bilərik. İlk başda biz burada çəkək. 3 dənə qrafik çəkirəm burada. Baxın. Birincisi cismin təcilinin zamandan asılılığını çəkək. İkincisi cismin sürətinin zamandan asılı qrafikini çəkək. Üçüncüsü isə cismin koordinatının zamandan asılı qrafikini çəkirik. Burada nə olacaq? Necə hərəkətdir? Bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətdə dedik nə olurdu? Təcilimiz sabit qalırdı. Yəni dəyişmirdi. Təcilimiz sabit olurdu. Dəyişmirdi. Bunu yadda saxlamaq lazımdır ki, təcil zaman qrafikində burada məsələn müəyyən bir zaman anında bax burada qrafikin altında qalan fiqurun sahəsi, bax bu fiqurun sahəsi bizə sürət dəyişməsini vermiş olacaq. Yəni bura bizə nə verir? Delta V-ni vermiş olacaq. Deməli bizdə bu fiqurun sahəsi nə edir? Delta V bərabər olur nəyə? AT-yə. Yəni zaman keçdikcə cismimizin sürəti artmış olacaq. Məsələn, bura 0 olsa, cismin bir başlanğıc bir sürətimiz olacaq. Bax, bu başladığı 0 da ola bilər, amma biz müəyyən bir V0 başlanğıc sürəti ilə götürək. Məsələn, T müddətə cismin sürəti nə olacaq? Müəyyən qədər artaraq, bax bu şəkildə xətti artaraq bir V qiymətini vermiş olur. Bax, bu V qiymətini vermiş olur. Bax, burada biz delta V-nin yerinə nə yazırıq? V çıxaq V0 bərabərdir AT-yə. Baxın, V-miz nəyə bərabər olur? V0 üstə gələk AT-ni vermiş olur. Deməli, bax, buradakı bu sürətin qiyməti nəyi vermiş olur? V0 üstə gələk AT. Deməli, zaman keçdikcə cismin sürəti nə qədər artmış olur? Deməli, cismin sürəti AT qədər artdığını göstərir. Baxın, deməli, təcil zaman qrafikində fiqurun sahəsi bizi nəyi verdi? Sürəti vermiş oldu, düzdürmü? Təcil zaman qrafikində buradakı fiqurun sahəsi bizə sürəti vermiş oldu. Bəs sürət zaman qrafikində buradakı bax bu fiqurun sahəsi bizə nəyi verirdi? Bax bu fiqurun sahəsi bizə nəyi verirdi? Bu fiqurun sahəsi isə bizə yer dəyişməni vermiş olurdu, düzdürmü? İndi biz bu fiqurun sahəsini tapırıq. Baxın, S yer dəyişməmiz nəyə bərabər idi? S yer dəyişməmiz bərabər idi x çıxaq x0-a, düzdürmü? Biz bunu keçmiş dərsimizdə öyrənmişdik. Biz burada nə almışıq? Məsələn, bax, burada bir kiçik bir düz bucaqlımız var və üç bucağımız var. Bax, bu hissənin biz sahəsini tapaq. Buranın sahəsi nə olacaqdır? Buranın sahəsi nə olacaqdır? S bərabərdir V0T üstə gələk. Baxın, bura nədir? V0. Burada nədir? V0 üstə gələk AT qədərdir. Düzdürmü? Yəni, bax, bura nə qədərdir? Artım nə qədərdir? AT qədərdir. Düzdürmü? Bax, buranın sahəsini biz tapdıqda, düzbucaqlının sahəsi nəyə bərabərdir? S bərabərdir AT vuraq T bölək 2-yə. O zaman nə olurdu? AT kvadratı bölək 2-yə. Düzdürmü? Gətirib yerinə yazdıqda AT kvadratı bölək 2-yə. O zaman yer dəyişmənin özlüsünün yerinə yazsaq, x çıxaq x0 bərabərdir V0T üstə gələk AT kvadratı bölünsün 2.
Burada x nəyə bərabər olur? x0 üstə gələk v0t üstə gələk a t kvadratı bölək 2. Düzdürmü? Bunu biz müəyyən bir x0-dan götürürük. x0 koordinat götürürük. Müəyyən bir gələcək hara? x0 x qiymətinə gələcək və bu qrafika necə gələcək? Bax, bu şəkildə kvadratik, yəni parabola formasında qrafikimizi vermiş olacaq. Bax, gördüyümüz kimi hər üçünə görə də biz digərlərinin qrafikini ala bilərik. Yəni, təcil qrafikinə görə sürətin qrafikini, sürətin düsturunu alırıq. Sürətin qrafikinə görə isə yerdəyişmənin qrafikini qurub tənliyini ala bilərik. Yəni, bax, burada asanlıqla bax, bu düsturu aldıq və bu düsturun necə alındığını buradan sizə izah etmiş oldum. İndi biz bax, bu düsturların cismin yeyinləşən və yavaşayan hərəkətlər üçün bu düsturlarını tətbiq edərək qrafiklərini çəkə bilərik. Məsələn, biz əvvəlcə burada yeyinləşən hərəkət üçün biz düsturlarını yazaq. Məsələn, biz yazaq bərabər yeyinləşən hərəkətdə. Bərabər yeyinləşən hərəkətdə v bərabərdir v0 üstə gələk at. Əgər cismin başlanğıc sürəti 0 olarsa da, o zaman başlanğıc sürətimiz 0 olduqda, yəni v0-ımız 0-a bərabər olduqda, sürət nəyə bərabər olacaq? at-yə bərabər olacaqdır. Məsələn, yerdəyişmə ifadəsi belə oldu, düzdürmü? S bərabərdir v0t plus at kvadratı bölək 2. Əgər cismin başlanğıc sürəti 0 olarsa da, yerdəyişməmiz nəyə bərabər olacaq? at kvadratı bölək 2 olacaqdır. Və cisim düz xətt üzrə hərəkət etsəydi, cismin getdiyi yol ilə yer dəyişməsi bir-birinə bərabər olacaqdır. Bunun yol üçün digər düsturları da var. Digər düsturlarımızdan biri S bərabərdir v kvadratı çıxaq v0 kvadratı bölək 2 və yaxud da S bərabərdir v üstə gələk v0 bölək 2 vuraq t. Bax, bu düsturlarımızın da özü, bax, bu düsturdan, bax, bu əsas düsturdan alınan ifadələrdir. Bax, bu ikisi bu əsas düsturdan alınan ifadələrdir. İndi isə bərabər yavaşlayan hərəkətə baxaq. Bərabər yavaşlayan hərəkətdə isə təbii ki, sürətimiz nə olmalıdır? Azalmalıdır. Azaldığından v bərabərdir. Cismin heç vaxtı başlanğıc sürəti 0 olmur. Deməli, bərabər yavaşlayan hərəkətdə v bərabərdir v0 çıxaq at. Bərabər yavaşlayan hərəkətdə başlanğıc sürəti heç vaxt sıfıra bərabər olmur. Düzdürmü? Bərabər olmur. Yəni, v0-mız sıfıra bərabər olmur heç vaxt. O zaman bunun son sürəti sıfıra bərabər olur. Düzdürmü? Bunun son sürəti sıfıra bərabər olduğundan, yəni v0 çıxaq. Digər qələmlə istifadə edin. Bunun son sürəti sıfıra bərabər ola bilər. O zaman yazaq ki, v0 çıxaq at bərabərdir 0. Yəni, bax, bunun son sürəti sıfıra bərabər ola bilər. O zaman buradan v0-ımız cismin başlanğıc sürəti nəyə bərabər olmaz? v0 nəyə bərabər olur? at-yə. Düzdürmü? Bax, buradan biz t-ni tapsaq, t bərabər olur nəyə? v0 bölək a-ya. Bax, bizim bu düsturumuz, bax, burada aldığımız bu düsturumuz bizim tormuz müddətinin düsturudur. Yəni, bax, bu cismin tormuz müddətinin düsturudur. Bax, buradan biz o zaman yol düsturunu yazsaq, S bərabərdir v0t çıxaq
AT kvadratı bölək 2-dir. Düzdürmü? Deməli, cismin zaman getdikcə, cismin getdiyi yolda zaman keçdikcə əvvəlkindən biraz da azaldığını görmüş olaraq. Biz buradan cismin tormuz yolunun düsturunu alsaq, S bərabərdir V0 kvadratı. Bax, buradakı düsturu biz yazırıq. Bax, burada yazırıq. V kvadrat çıxaq. V0 kvadrat çıxaq. V kvadratı bölək 2A-dan. Bax, burada cismin son sürəti 0 olduğundan S nəyə bərabər olurdu? S bərabər olurdu V kvadratı bölək 2A-ya. Bax, bu isə cismin tormuz yolunun düsturunu almış oluruq. Deməli, tormuz yolunun və tormuz müddətinin düsturlarını bu formada almış oluruq. İndi isə biz qrafiklərə baxaraq cisimlərin hərəkət qrafiklərinə baxaraq cisimlərin bərabər yeyinləşən və yaxud da bərabər yavaşlayan hərəkət etdiklərini buradan aydın öyrənə bilərik. İcazənizlə biz lövhəmizi təmizləyək. İndi isə biz qrafiklər çəkərək cismin bərabər yeyinləşən, bərabər yavaşlayan necə təyin etdiyimizi öyrənək. Baxın, biz buradan hər hansı bir sürət, zaman qrafikimiz olsun. Sürət zaman grafikinə əsasən, məsələn, baxın, cismin bax, bu formada bir hərəkət istiqaməti olsun. Bu qrafikə baxaraq biz bu cismin necə hərəkət etdiyini, hansı istiqamətdə hərəkət etdiyini necə təyin edərik? Baxın, sürət zaman qrafikində yadda saxlayın ki, qrafikimiz zaman oxundan yuxarıdadırsa da sürət müsbətdir, zaman oxundan aşağıdadırsa da mənfidir. Baxın, bir də deyirəm. Əgər sürətimiz zaman oxundan yuxarıdadırsa da sürətimiz müsbətdir. Deməli, X oxu istiqamətində gedibdir. X oxu istiqamətində gedibdir. Yox, əgər cismimiz zaman oxundan aşağıdadırsa, cismimizin sürəti mənfidir və X oxunun əksinə hərəkət edib. Baxın, indi baxaq qrafikin birinci hissəsinə. Qrafikin birinci hissəsində, deməli, bax, bu hissədə cisim zaman oxundan yuxarıdadır. Deməli, bu cisim X oxu istiqamətində hərəkət edib. Düzdürmü? Zaman oxundan yuxarıda yerləşir. Deməli, cisim X oxundan istiqamətinə gedib. İkinci hissəyə baxıram. Baxın, ikinci hissədə cisim yenə zaman oxundan yuxarıdadır. Deməli, burada cismimiz yenə X oxu istiqamətində gedibdir. Düzdürmü? X oxu istiqamətində gedibdir. Üçüncü hissədə isə zaman oxundan aşağıdadır. Deməli, zaman oxundan aşağıda olduğu üçün deməli, baxın, burada ikinci hissəni yenidən deyim. Bax, ikinci hissədə cisim zaman oxundan yuxarıdadır. Deməli, X oxu istiqamətində gedibdir. Üçüncü hissədə isə, baxın, cismimiz zaman oxundan aşağıdadır. Zaman oxundan aşağıda olduğu üçün cismimiz X oxunun əksi istiqamətində gedibdir. Üçüncü hissədə isə yenə aşağıdadır. Üçüncü hissədə yenə aşağıdadır. Deməli, yenə zaman oxunun
əksinə hərəkət edibdir. Zaman oxunun əksinə hərəkət edibdir. Və bu hissədə yenidən baxırıq ki, baxın, bu hissədə isə deməli cisim -x, yəni zaman oxunun əksinə hərəkət edibdir. Dördüncü hissəyə baxırıq. Dördüncü hissədə yenidən x zaman oxunla yuxarıdadır. Deməli, cismimiz x oxu istiqamətində gedibdir. Bax, bu qrafikə baxaraq cismin hərəkət istiqamətini təyin edə bilirik. Əgər, yenə deyirəm, cismimiz sürət zaman qrafiki verilibdirsə də, verilən qrafikdə qrafik zaman oxundan yuxarıdadırsa da sürətimiz müsbətdir və x oxu istiqamətində gedir. Yox, qrafikimiz zaman oxundan aşağıdadırsa da sürətimiz mənfidir. X oxunun əks istiqamətində hərəkət etdiyini göstərir. Daha sonra isə bu cismin sürətinin artıb yoxsa azaldığını necə müəyyən edirik? Bunu zaten biz qrafikimizə baxaraq müəyyən edə bilərik. Məsələn, baxın, qrafikimizdə biz baxaraq müəyyən edə bilirik ki, cismimiz, məsələn, bax, birincidə, bax, burada bu istiqamətdə sıfırdan müəyyən bir qiymətə qədər gəlibdir, düzdürmü? Burada nə olacaq? Cismin sürəti artacaq, düzdürmü? Deməli, burada cismimizin sürəti nə olacaqdır? Artacaq. Baxın, ikinci hissədə baxırıq ki, ikinci hissədə baxın, nə olubdur? Sürətimiz müəyyən bir qiymətdən sıfıra gəlibdir. Burada nə olacaqdır? Sürətimizin istiqaməti azalmış olacaq. Düzdürmü? Sürətin istiqaməti azalmış olacaq. Üçüncü hissəyə baxırıq. Üçüncü hissədə nə olubdur? Sürətimizin qiyməti nə olubdur? Artıbdır, düzdürmü? Çünki sıfırdan, sürətin sıfır qiymətindən müəyyən bir qiymətə gedibdir, düzdürmü? Müəyyən bir mənfi v-yə qədər sürəti artıbdır. Deməli, burada yeniləşən hərəkətdir. Yəni, sürətimiz nə olubdur? Artıbdır. Baxın, burada qarışdıra bilərsiniz. Siz 2 ilə 3-ü. Baxın, biz bunu belə çəkə bilərik. Baxın, birinci qrafikimiz, sürətimiz yeniləşəndir. Düzdürmü? Yeniləşəndir. Birincidə yeniləşənin qrafiki belədir, x oxu istiqamətində. Amma üçüncüdə isə yenə yeniləşəndir. Sadəcə olaraq x oxunun əksi istiqamətində olduğundan bu cür götürürük. Yəni, bunları yazım. 1, 2, 3. Baxın, 1-də yeniləşəndir, 3-də yeniləşəndir. 1-də x oxu istiqamətində yeniləşəndir. 3-də isə x oxunun əksi istiqamətində yeniləşəndir. İndi bax, məsələn, burada bir də yavaşlayan hərəkət üçün qrafikimizi çəkək. Baxın, burada qrafikimiz, yəni ikincidə dedik ki, cismin qrafiki nə oldu? Azaldı, düzdürmü? Baxın, azaldığını necə göstərir? Müəyyən bir qiymətdən azalıb. Yəni, baxın, ikincidə. Baxın, burada nə oldu? Burada cismin sürəti nə oldu? Dəyişmir. Sabit oldu. Yəni, sabit olubdur. Yəni, bax, bunu çəkəndə necə kət çəkirik? Baxın, cismimiz zaman oxunun əksi istiqamətindədir. Deməli, əksi istiqamətində sabit olacaqdır. Baxın, sabit olacaq. Bu oldu 4-cü hissənin qrafiki. İndi isə, baxın, 5-ci hissədə isə cismin sürəti nə oldu? Azaldı. Azaldığından cismin qrafiki bu formada olacaq. Yəni, nə olacaqdır? Sürəti azalıbdır. Baxın, daha sonra isə cismimizin, bax, buradakı qrafiki də nə olacaqdır? Artandır. Deməli, burada isə sürətimizin qrafiki, yəni sürətimiz artacaq. Deməli, burada necə oldu? 3-də sürətimiz artdı, 4-də sürətimiz sabit oldu, 5-cidə sürətimiz azaldı, 6-cı hissədə sürətimiz yenidən artmış oldu. Bax, belə sürət zaman qrafikinə baxaraq sürətin x oxu istiqamətini, x oxunun əks istiqamətində hərəkətini və yaxud da sürətin müsbət mənfi olduğunu və qrafiklərin çıxarılmasını bu formada həll edə bilərik. Baxın, burada bizdən soruşa bilər ki, nə zaman istiqamətini dəyişibdir, nə zaman dəyişdiyini necə tapa bilərik? Baxın,
Biz burada nəyə diqqət edirik? Biz burada diqqət edirik ki, baxın, burada cisim hansı istiqamətdə hərəkət edibdir? X istiqamətində, X istiqamətində. Düzdürmü? Nə zaman istiqamətindəki, bax, burada dəyişdi, mənfi X oldu. Harada dəyişdi? Burada. Sonra mənfi X-dir, sonra yenə mənfi X-dir. Nə oldu sonra? Müsbət X oldu. Demək, harada dəyişdi? Baxın burada. Biz burada nəyi bilirik? Sürət zaman qrafikində qrafikimiz harda zaman oxunu kəsirsə də o zaman sürət istiqamətini dəyişmiş olur. Bəs bu qrafikə baxaraq biz təcil necə təyin edə bilərik? Yəni sürət zaman qrafikində mən nə zaman bilərəm ki, təcilin nə zaman müsbət, nə zaman mənfi olduğunu? Baxın, yeniləşən hərəkət nə idi? Sürətlə təcil eyni istiqamətdə olurdu. Yavaşlayan nə idi? Sürətlə təcil əks istiqamətdə olurdu. Baxın, istiqamətin dedikdə nə idi? İstiqamət eyni istiqamət olanda nə idi? Yəni sürətlə təcilin eyni istiqamətdə olması idi. Düzdürmü? İstiqamətin əks istiqamətdə olması nə idi? Onların işarələrinin bir-birinin əks olması deməkdir. İndi baxaq, məsələn, təcil zaman qrafikində, məsələn, baxın, təcil zaman qrafikində, məsələn, təcil zaman qrafikində mən bərabər yeniləşənə misal çəkə bilərəm. Baxın, bax buna əsasən. Baxın, burada birinci hissədə necə hərəkət idi? Yeniləşən hərəkət idi. Yeniləşən hərəkət olduğundan, baxın, burada sürətimiz necə idi? Müsbət idi, düzdürmü? Baxın, sürətimiz müsbət idi, düzdürmü? Yeniləşən hərəkət nə idi? Sürətlə təcil eyni istiqamət idi. O zaman təcilimiz də müsbət olacaqdır. Baxın, burada isə nə oldu? Sürətimiz nə idi? Mənfi idi, yəni mənfi idi. Deməli, təcilimiz də nə olacaq? Mənfi olacaqdır. O zaman biz çəkdiyimiz zaman birinci hissədə təcilimiz müsbətdə sabit olacaq, yəni təcilimiz müsbətdir. Belə də yaza bilərik, müsbətdir. İkinci hissəni isə, bax, üçüncü hissəyə isə yaza bilərik ki, təcilimiz nə olacaq? Mənfidir. Düzdür? Yəni bu formada yazılır, yəni mənfi təcil ilə bu şəkildə baxırıq. Bəs yavaşlayan hərəkət olduğu zaman buna necə baxırdıq? Yavaşlayan hərəkətdə biz demişdik ki, sürətlə təcilimiz əks istiqamətdə olurdu. Düzdürmü? Bax, indi burada yazaq. Bax, burada nə demişdik biz? Burada demişdik ki, sürətimiz müsbətdir. Burada demişdik ki, sürətimiz mənfidir. Yavaşlayan hərəkət olduğu zaman, bax, biz bunu nəyə əsasən dedik? Sürətimiz müsbətdir. Biz demişdik ki, zaman oxundan yuxarıdadsa sürətimiz müsbətdir. Zaman oxundan aşağıdadsa da sürətimiz mənfidir. İndi burada bu necə hərəkət? Yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdə nə demişdik? Sürətlə təcilimiz əks istiqamətdədir. Yəni, sürətimiz müsbətsə də təcilimiz mənfidir. Sürətimiz mənfidirsə də təcilimiz müsbət olacaq. Deməli, qrafikin birinci hissəsi bu deməli yavaşlayan hərəkətidir, düzdürmü? Baxın, buna əsasən biz qrafiklərimizi çəksək, baxın, biz buna əsasən qrafiklərimizi burada çəksək, təcil zaman qrafikini çəksək, bu formada olacaqdır. Deməli, ikinci hissədə təcilimiz mənfini verilmiş olur. İkinci hissədə təcilimiz mənfidə sabitdir. Bax, bu ikinci hissəmizdir. Beşinci hissədə isə təcilimiz müsbətdir. Düzdürmü? Bax, burada təcilimiz müsbətdir. Burada isə təcilimiz mənfini vermiş olur. Bax, bu şəkildə təcilin qrafikini, təcil işarəsinə görə təcil işarəsini təyin edib qrafikini bu şəkildə qura bilərik. Bir də var ki, koordinat zaman qrafiki verilsin bizə. Bizə koordinat zaman qrafiki veriləndə isə onu da çəkək. Koordinat zaman qrafiki verilibdir. Yəni, x-in
T'dən asılı elifdir. Məsələn, baxın, belə olsun. Düzdürmü? Sonra biraz aşağı düşsün. Aşağı düşsün. Daha sonra isə baxın. Buradan da baxın. Bu formada hərəkət etsin. Və sonra bu formada hərəkət etsin. Baxın. Buradan bir yadda saxlamaq lazımdır ki, əgər qrafikdəki xətt, baxın, qrafikdəki xətt, baxın, qrafikdəki xətt, baxın, bu istiqamətdədirsə də sürətimiz müsbət götürürük. Yox, bu istiqamətdədirsə də biz sürətimizi mənfi götürürük. Yəni, koordinatın zamanlı asılı qrafiki verəndə sürətimizin qrafiki bu istiqamətdə olduqda deməli, cisim x oxu istiqamətində gedir. Yox, bu formada olduqda cisim x oxunun əksi istiqamətdə getdiyini göstərir. Bax, burada biz bunu əsas qeyd olaraq götürə bilərsiniz. Yəni, yuxarı istiqamətdə olduqda sürətimiz müsbətdir. Aşağı olanda sürətimiz mənfidir. Yuxarı olanda, ox yuxarı olduqda x oxu istiqamətində hərəkəti bildirir. Ox aşağı olduqda x oxun əks istiqamətində hərəkəti bildirir. Baxın, bu nəyi bildirir? Baxın, bax bu hissədə, bax bu hissədə. Düzdürmü? Biz burada bir xətt çəksək, baxın, burada biz xətt çəkirik. Necə oldu? Bax, bu birinciyə uyğun gəldimi? Deməli, xətt yuxarısı da sürət müsbətdir və necə hərəkətdir? X oxu istiqamətdədir. Düzdürmü? Baxın, digər hissəyə baxdıqda, bax bu hissədə. Biz bu hissədəki qrafiki çəkdikdə, baxın, bax bu istiqamətdə olacaq. Buna oxşar olacaqdırmı? Ona görə sürətimiz mənfidir və x oxunun əksinə gedibdir. İndi baxaq üçüncü hissəyə. Üçüncü hissədə, baxın, üçüncü hissədəki qrafik xətti çəkək. Üçüncü hissədə xətti çəkdikdə, baxın, nəyə oxşayacaq? Baxın, yenə bunu oxşar çəkdikmi? Yəni, sürətimiz mənfidir, cisim də x oxunun əksinə gedir. Baxın, bizim bax bu hissəyə baxdıqda, baxın, bizim bu hissəni çəksək, elə bunun üzərində biz oxu çəksək, elə bunun üzərindədir. Deməli, cisim müsbət x oxu üzərində gedir və sürətimiz də müsbətdir. Baxın, bu hissədə isə, bunu tam çəkək, bax burada. Əgər biz bu növbəti hissəni çəksək isə, burada baxırıq ki, cismin hərəkətində sürət nə olubdur? Dəyişmir. Cisim hərəkət etməyibdir. Cisimimiz hərəkət etmədiyindən, yəni onun koordinatı yoxdur. Yəni sürəti sıfıra bərabərdir. İndi biz bunu yeniləşən, yavaşlayan olduğunu necə təyin edə bilərik? Əgər belə qrafik çəkib daha aydın olar. Biz burada yeniləşən hərəkətin qrafikini çəkmişdik. Düzdürmü? Bir də digər formada çəkim sizə daha aydın olsun. Baxın belə. Baxın, belə qrafik çəkim x-imiz bir də zamanla. Baxın, biz bir də deməli, biz belə bir qrafikdə bərabər sürətli hərəkətdə x-in t-dən qrafikini çəkirdik. Düzdürmü? X-in t-dən asılı qrafikini çəkəndə, bax bu bucağın
tangens alfası bizə nəyi verirdi? Sürəti verirdi, düzdürmü? Yəni x böl t-ni, yəni yuxarının aşağıya nisbətini. Və tangens alfada nə var idi? Bucaq nə vaxt böyük olurdusa da sürət o zaman böyük olurdur. Bax, buradakı biz bu zaman oxunu gətirin köçürdək bura. Baxın, biz bura köçürdək və x oxunda bura köçürdək, düzdürmü? Baxın, sonra köçürdək bura və bura köçdük. Düzdürmü? Baxın, getdikcə nə görürük? Bucağımızın getdikcə artdığını görürük, düzdürmü? Burada birinci hissədə düzgün çəkmədik. Qoy bir dənə onu daha aydın sizə çəkim göstərim. Bir dəqiqə. Bunu daha aydın çəkim sizə. Baxın. X-in T-dən asılılığını verir. X-in T-dən asılılığını verir. Baxın. Bu istiqamətdə. Düzdür, bax bu formada. Burada bizdə düz xətt bərabər sürət hərəkətini öyrənmişdik. X-in T-dən asılığı necə idi? Düz xətt. Burada bax, buradakı bucaq nə idi bizdə? Tangens alfanı verirdi və o bərabər olurdu V-yə. Və bucaq nə zaman böyük olurdusa da sürətimizin də qiyməti o zaman böyük olurdu. İndi burada bax, bu çəkdiyimiz qrafikdə gətirin zaman oxunu və koordinat oxunu burada da eynisini çəkək. Necə olacaqdı? Baxın, bu formada. Burada da çəksək, baxın, bu formada olacaq. Burada da çəksək, bu formada olacaq. Baxırsınız, getdikcə burada bucağımız nə olmağa başlayır? Artmağa başlayır, düzdürmü? Deməli, burada X-in T-dən qrafiklərini T oxunu burada çəkir, düzdürmü? Baxın, burada getdikcə bucaqlarımız nə oldu? Artır. Bucaqlarımız artır. Bu nədir? Bərabər yeyinləşən hərəkətdir. Bunu aşağıda da çəkib orada da daha aydın görmək olar. Məsələn, baxın, bu formada. Burada da yenə eyni ilə çəksək, baxın, eyni ilə burada da çəksək, nəyi müşahidə etmiş oluruq? Görürük ki, getdikcə, baxın, buradakı bu bucaq nə olur? Artır. Düzdürmü? Bucaq getdikcə artır. Deməli, bu da nə oldu? Bu da bərabər yeyinləşən hərəkət oldu. Biri x ox istiqamətindədir. Biri x oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkətə uyğun oldu. Baxın, yenə xətlə də aydın olur. Yəni, baxın, buradakı xət, baxın, buradakı xət yuxarı oldu. Buradakı xət isə, baxın, belə oldu. Düzdürmü? Bu nə oldu? Bərabər yeyinləşən hərəkətdir. Düzdürmü? Baxın, biz nə demişdik? Xəttimiz yuxarı olduqda x oxu istiqamətindədir. Xəttimiz aşağı olduqda x oxunun əksi istiqamətində hərəkətdir. Deməli, bu x oxu istiqamətindədir. Bu isə x oxunun əksi istiqamətində hərəkəti bu formada təyin etmiş olarıq. Baxın, indi biz bunu yavaşlayan hərəkət üçün də yazıb təyin edə bilərik. Məsələn, yavaşlayan hərəkətin qrafikini çəksək, baxın, x-in T-dən asılı qrafikini çəksək, yavaşlayan hərəkət olaraq biz, bax, qrafik olaraq bu şəkildədir. Düzdürmü? Baxın, bu şəkildədir. Düzdürmü? Baxın, biz nə deyirik? Bucaq artanda sürət artırdı, bucaq azalanda sürət azalır. Bucaq artanda sürət artırdı, bucaq azalanda sürətimiz azalırdı. İndi gətirin, sürət və koordinat oxlarını, zaman və koordinat oxlarını burada çəkək.
T oxu, X oxu. T oxu, X oxunu. Baxırıqmı, burada bucaqlarımız getdikcə nə olur? Azaldı. Bucaq azaldısa da, deməli, cismin nə olubdur? Yavaşyan hərəkət eləyibdir. Bərabər yavaşyan hərəkət eləyibdir. Digərini isə çəksək, baxın, bu formadadır, düzdürmü? Bu formada olduqda isə, indi buradan X, T qrafiklərini bura gətirib köçürdükdə, baxın, bu nədir? T, T. İndi biz bura gətirib bucaqlara baxsaq, bucaqlarımız nə olubdur? Getdikcə azalıbdır. Deməli, bu nədir? Bu da bərabər yavaşyan hərəkətdir, düzdürmü? İndi burada biz xətti çəkirik. Biz xətti çəkdikdə, baxın, burada xətt necədir? Yuxarı. Xətt yuxarı olduqda nə edir? X oxunun istiqamətində, yəni müsbət X ox istiqamətində idi. Xətt aşağı olduqda isə nə edir? X oxunun əks istiqamətində olduğunu göstərirdi. Deməli, bax burada birincidə sürətimiz nə olubdur? Azalıb. Burada da sürətimiz nə olubdur? Azalıbdır. Bax, bu formada biz cismin yeyinləşən və yaxud yavaşlayan hərəkət olduğunu müəyyən edə bilərik. Baxın, indi biz burada bu qrafikimizdə, bax, buradakı qrafikimizdə nəyi tapa bilərik? Bax, burada cisimimizin, bax, bu hissəsi nəyə oxşuyur? Cismin bərabər yeyinləşən hərəkətinə oxşuyur. Bax, bu hissəsi bərabər yavaşyana oxşuyur. Bax, bu hissə nəyə oxşuyur? Yavaşyanın əksindədir, düzdür? Bərabər yavaşyan hərəkətdir. Bax, bu hissəsi düz xətt olduğundan bərabər sürətlidir. Burada isə hərəkət yoxdur. Yəni, hərəkət olmur. Bax, bu formada yeyinləşən və yavaşlayan hərəkətin qrafiklərini çəkə bilərsiniz. Biz bu dərsimizi daha yaxşı anlamağınız üçün videonu çəkdim. İnşallah ki, sizin üçün faydalı olar. Əgər sizin üçün faydalı olarsa da kanalımıza abunə olub paylaşmağımızı unutmayaq. Çox sağ olun.